Salam, hər birinizi xoş gördük. Biz davam edirik yenə. 2-ci sinif riyaziyyat işlətlərimizin 2-ci hissəsində bölmə 9-dayıq. 500-ə qədər ədədlər üzərində tapşırıqlarımızı işləyəcəyik. Burada bir balaca pullara aid mövzuya aid tapşırıqlar salıblar. Öncəki videomda dərslimizdə olan tapşırıqları izah eləmişəm. İndi isə işlətlərə davam edirik. A variantında kubların sayını, birinci tapşırığı bizə deyir, kubların sayını yazın və kubların sayını da mən bundan öncəki videoma baxsaz görərsiniz, izah eləmişəm ki, belə böyük kub gördüyümüz zaman bilirik ki, burada bir dənə nə var? Yüzlük var. Bura 100, 3 dənə onluq 30 və 2 dənə təklik oldu neçə? 132. B variantına baxıram. Burada görürəm ki, 1, 2, 3 dənə yüzlük var, 4 dənə onluq var, 4 dənə də təklik. Demək olacaq neçə? 344. Ədədim B olacaq. C variantında isə 1, 2, 3 və 4 dənə yüzlük var. Amma onluğumuz yoxdur və bizim 6 dənə təkliyimiz var. Ona görə də onluq hissəmdə ədədim olacaq neçə? 0 olacaq onluğun yerində və ədədim 406 olacaq. Keçəcəyik sizlə. 200 tapşırıqla bizə deyir ki, ədədləri oxu və rəqəmlərlə yaz. Gəlin baxaq. 435 ədədində 4 dənə yüzlüyüm var, 3 dənə onluğum, 5 dənə təkliyim. Sonra 246 ədədində 2 dənə yüzlüyüm var, 4 dənə onluğum, 6 dənə təkliyim var. 301 ədədində 3 dənə yüzlüyüm var, onluğum yoxdur və 1 dənə təkliyim var. 150 ədədində 1 dənə yüzüm var və 5 dənə onluğum var, təkliyim yoxdur. Burada bizə nə deyir? Boş xanlara uyğun ədədləri yaz. Uyğun ədədləri, bu biraz da böyüdür, mən ki, səliqəsiz görünməsin. Aha. Burada uşağa cədvəldir, yüzlük kart cədvəldir, ədədləri biz yazacaq bura 103, 106, ardıcılığı özümüz tapırıq, 110, 112, 119, 123, 126, 127, 128, 129, 130, sonra burada 131, 134, sonra bu var 142, 146, 148 və burada 150. Uşaqlar, yüzlük kart haqqında mən danışmadan tapşırığa keçdim. Siz artıq bilirsiniz ki, burada sətirlər hamısı bir vahid artaraq gedir. Amma bu hissədə isə 10 vahid artaraq gedir. Gördüyünüz kimi, baxın ardıcılığa 101, 102, 1-1 artır. Amma burada baxın 101, aşağı düşdü 111, aşağı düşdü 121, aşağı düşdü 131. Aşağı doğru 10 artır. Həmçində yüzlük kartın içində fərqi yoxdur. Birinci sinifdən artıq bu yüzlük kart üzərində biz işləyirik. Mən elə bilirəm ki, artıq sizin üçün bu mövzu çətin deyil. İnşallah ki, çətin deyil hər biriniz üçün. 151-in altında 161-dir. Və təbii ki, də 162-dən də əvvəl 161-dir. Hər iki formada lazım olan ədədi tapa bilirik biz. Sonra 172, 173, 176. Görürsünüz, uşaq 6, 6, 6, onun arta gedir burada. 178 və 180. Sonra 181. Burada artıq 199 yazacaq. Bax, belə. Aşağıda başqa tapşırığımız da var. Gəlin bunu işləyək sizlə. Burada bizə nə deyir? Boş şeylərə uyğun ədədləri yazacaq. Boş şeylərə uyğun ədədləri yazın dediyi zaman ardıcılığa diqqət yetiririk. Baxaq görək, burada artım var, azalma var. Neçə artım, neçə azalmadır? Baxın, 156-dan 157-yə plus 1. Deməli, digər ədədlər də bir vahid artaraq yazılmalıdır. 157-dən bir vahid artıq 158. 159 özləri yazıb, bir vahid artırıram 160. Sonra isə 161. B variantına baxıram. 210, 220 plus 10 vahid gedir burada da. Ona görə də 220-nin üzərinə 10 gəlirəm və 230 yazıram. 240-ı yazıb, 250-ni yazıb, sonra yazıram 260-ı və sonra isə 270-i. C variantına baxıram. 350 olub 400, 400 olub 450. Deməli, burada 50-50 artım var və biz 350-dən əvvəlkini tapmalıyıq. Ona görə də 350-dən 50 çıxaraq, buradakı ədədin 300 olduğunu tapırıq. 450-nin üzərinə 50 gəlirəm, 500. 500-ün də üzərinə 50 gəlməklə 550 yazıram. Burada D variantında isə 300-dən 100-ə doğru burada biz görürük ki, 100 plus artım var.
və biz geri gedərək burada azaltmalıyıq ki, ardıcıllıq olaraq artım olsun. 300-dən 100 geri 200-dür. 200-dən də 100 geri elə 100-ün özüdür. Və irəlidə isə burada 500 var. Belə keçirik növbəti səhifəmizdəki tapşırıqlarımıza. Burada bizə ədəd oxu verib və ədəd oxu üzərində buraxılmış ədədləri yazırıq. Eyni qayda ilə uşaqlar ardıcıllığa baxırıq. Görürük ki, 144-dən 145-ə gəldi. Deməli, burada bizim ədədlərimiz bir vahid artaraq yazılmalıdır. Burada olacaq 146. Burada olacaq 147. Oy, 7 heç görünmədi. 147. Gəldi çıxdı bu birinin üstünə. 148. 149 və 150 də sonuncu ədədimizdir. B variantına baxırıq. Ədədlərin arasında 50-50 artım var. Ona görə də biz bura 250 yazacaq. 300-ün də üzərinə 50 olacaq. 350 və 350-nin də üzərinə 50. Bu da 400 olacaq. İndi burada baxırıq. Görürük C variantında. 200-dən 100 artımda 300 yazır. Deməli, biz burada 100 yazmalıyıq ki, 100 artımda 200 olur. Sonra 400 və sonuncu isə 500 ədədini yazmalıyıq. Sonra burada D variantı da var. Burada artıq fərqlidir. 100, 110. Sonra neçə olmalıdır? Təbii ki, burada artımı görürük ki, 10 vahid artım var. Ona görə də burada 120 yazırıq. 130 özləri yazıb. Biz bura yazacaq 140. 10 vahid artmaqla 150. Sonuncu 160 yazacaq. E variantında 196, 197, 198. Deməli, burada artım bir-bir gedir. Bura olacaq 199. Növbəti ədəd olacaq 200. Sonra olacaq 201 və sonuncu olacaq ədədimiz 202. F variantına baxırıq. 105, 110, 115. Artım 5-5 olduğuna görə burada olacaq 120. Sonra 125. Sonuncu isə 130 olacaq. İndi bizə nə verib? 6-cı tapşırıqda verilən kartları yan-yana qoymaqla alınan bir neçə 3 rəqəmli ədəd yaz. Yan-yana qoymaqla deyirsə, elə birbaşa yaza bilərik. Birinci 134-dür. Sonra biri çevirərəm, ikinci hissəyə salaram, olar 314. Sonra 3-ü tamam arxaya verərəm, olar 413. Arxadan geri gələrəm, olaram 431. Sonra və yaxud da ola bilərəm 143 və s. Bəlkə də başqa variant da var. Bunları yazdım, artıq yerimiz doldu. Keçək sizlə məsələmizə. Əvvəlcə 7-ci məsələni işləyək sizlə. Burada bizə nə deyir? Pambıqçılar həftə ərzində hər növbəti gün əvvəlkindən 10 kiloqram çox pambıq yığdılar. Cədvəldə onların çərşənbə axşamı nə qədər pambıq yığdılar qeyd olunub. Cədvəli tamamlı suallara cavab verir. Deməli, birinci cədvəli tamamlamalıyıq. Bizə ipucu olaraq bizdən çərşənbə axşamını verib və bizə nə deyir? Hər gün əvvəlkindən 10 kiloqram çox deyir. Deməli, cədvəlimiz artaraq getməlidir. Bir dənə birinci az olmalıdır. Burada 140 yaza bilmərik. Niyə? Çünki 140-dan sonra 130 gələrsə, burada azalma baş verə bilər. Və bizə deyir ki, 10 kiloqram çox pambıq yığırlar hər gün əvvəlki gündən. Deməli, 10 vahid çıxanda birincidə 120 kiloqram olur. Birinci bazar ertəsi 120 kiloqram olub ki, ikinci gündə 130 kiloqram olub. Və üçüncü gün 10 kiloqram artıb 140 kiloqram olub. Dördüncü gün 150 kiloqram olub. Beşinci gün 160 kiloqram. Şənbə günü 170 kiloqram. Bazar günü isə 180 kiloqram pambıq yığıblar. Pambıqçılar bazar ertəsi neçə kiloqram pambıq yığdılar və biz artıq cədvəlimizə əsasən tapdıq ki, 120 kiloqram pambıq yığıblar. İkinci tapışda bizə nə deyir? Onlar şənbə günü neçə kiloqram pambıq yığıblar? Şənbə günü isə 170 kiloqram pambıq yığıblar. Belə. Keçirik 8-ci məsələmizə. 8-ci məsələdə bizə nə deyir? Deyir ki, Aynur hər birində 100 muncuq olan 3 qutu, Lalə isə hər birində 10 muncuq olan 4 qutu aldı. Qızlar cəmi neçə muncuq aldılar? Cəmi dediyinə görə biz deməli qızların aldığı muncuqları ayrı-ayrı tapmalıyıq. Əvvəlcə Aynura baxaq. Aynur hər birində 100 muncuq olan 3 qutu. 100, 100, 100, 3 dənə 100-üm. Vurma ilə yazmıram, çünki biz hələ ki 100-lüyün vurmasını keçməmişik. Ona görə də bu formada yazırıq. Olur burada 300 dənə muncuq. Lalə isə 10 muncuq olan 4 qutu alıb. Deməli, mən burada 4 dənə onu toplamalıyam. 4 dənə də onu topladığımız zaman cavab olacaq 40. Bunu da vurma ilə yazmadım. Sonra deyir ki, bizə cəmi. Cəmi dediyinə görə Aynurda 300 idi, Lalədə 40.
Ona görə də 300-ün üzərinə 40 gələcəm və alacağım neçə? 340 dənə muncuq. Və səhifəmizin sonuncu məsələsinə baxırıq. Səbinəgilin evinin nömrəsinin son 2 rəqəmi düşüb. Nömrədə bütün rəqəmlərin cəmi 7-yə bərabərdir. Və son 2 rəqəm eynidir. Səbinəgilin evinin nömrəsi hansı ədəddir? Deməli, evin üzərində biz bir dənə 3 görürük, düzdür? Və son 2 rəqəmin cəmi də 7-yə bərabərdir. Deməli, mən əvvəlcə nə etməliyəm? 7-dən 3-ü çıxmalıyam, qalmalıdır 4. Və mənə nə deyir? Mənə deyir ki, 2 rəqəm eynidir. Mən də bilirəm ki, 2-nin üzərinə 2 gələndə neçə eləyir? 4 eləyir. Deməli, Səbinəgilin evinin nömrəsi, bura 2 yazırıq. Evinin nömrəsi 322 imiş. Səbinəgilin evinin nömrəsi. Və bizim növbəti səhifədə artıq yeni mövzudur. Onu da izahını çəkib verəcəm. Ümid edirəm bu izahlarım sizin üçün yararlıdır uşaqlar. Hələlik növbəti izahlı videolarımızda görüşənədək.